Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə mərkəzdə sizin üçün 13 sotda 4 mərtəbəli əlavə olaraq 3 otaqlı da həyətində evi olan villamızın təqdimatına gəlmişik. Villamızın çöl həyəti, bağ bağçası, hər bir şey hazırdır. O evimiz də remontludur. Sadəcə villamızın içi təmirsizdir dostlar. Yəni çox gözəl evdir, paket kupçadır, ipotekaya yararlıdır. Həyətimiz bağ bağçalıdır. Əlavə olaraq burada bizim bisetkamızdır. Giriş qapısıdır. Pultlandır, yəni darvazası və giriş qapısı ayrıdır. Qazımız, işığımız, suyumuz, kommunalların sayğacları, hər bir şey yerindədir. Məhəlləmizdəki asfaltlı dəyərli izləyicilərimiz. Yəni çöl zaborumuzu da sizə göstərə bilərəm. Gördüğünüz gibi evimizin ön giriş tarafıdır. İlk olarak sizi hayattaki yaşayışlı evi təqdimatına aparacağım. Qiymət videomuzun sonunda deyiləcək. Evimiz, villamız 13 sotdadır dostlar. Burada bizim böyle bir girişte koridorumuzdur. Yani istipolu dostlar. Hal-hazırda yaşayış da var. Bu da sağ tərəfdə bizim qonaq otağımızdır. Bu hissədə bizim saniter və sanuzelimizdir. Buradan girişdə, burada mətbəx otaq studiyadır. Patoloqumuz da qəşəng hündürdür. 3 metrdən də artıqdır. Burada bizim ikinci yataq otağımızdır. Değerli dostlar, evimiz çox qəşəng evdir. Keyfiyyətlə tikilmiş evdir. Yəni bu evlə maraqlanmaq istəyən inşallah gəlsin, yerindəcə reallıqla danışıb razılaşmaq olar. Belə deyim dostlar, ipotekaya da yararlıdır. Bank yolundan da götürə bilərsiniz. Həm torpağın qupçası, həm də evin qupçası var. Evimizin bu yan tərəfidir. Göstərə bilərəm. Burada kombimiz də var. Ağaclardır, meyvə ağaclardır, hamısı yenidir. Tam ətraflı sizin üçün çəkirəm ki, ətraflı görə biləsiniz dostlar. Evimizin arka tərəfində belə bir otaq var. Yəni kombi otağıdır dostlar. Kombi otağıdır. Padvalımız bir şey ki 3 metrdən artıqdır, boyu verir. Hündürdür. Evimiz böyük evdir. Yəni 8-9 otaqlı evdir. Buradan da giriş var padvala. Yəni aşağını kim istəsə, belə deyim də dostlar, bilyard yeri eləyə bilər, dincəlmək üçün də qəşəng sport zal eləyə bilər öz üçün. Burada bizim balkonumuzdur, qəşəng oturub seyr eləyə bilərsiniz. Keçirik villamıza. Burada bizim girişte koridorumuzdur. Villamızın içi təmirsizdir dostlar. Bu da sağ tərəfdə bizim mətbəximizdir. Mətbəximiz də maşallah çox genişdir. Burada bizim qonaq otağımızdır. Hani betondur. Üst mərtəbədə betondur. Burada bizim saniter və sanuzelimiz də ayrı-ayrılıqdadır. Padvalımıza, bak buradan da giriş var. Pilləkənlə. Gördüğünüz kimi burada bizim padvalımızdır. Qəşəng, geniş. Tam ətraflı çəkdim sizin üçün. Gedək indi 3-cü mərtəbə deyək də. Çünki 4-cü mərtəbəmiz mansardır.
Bura bir mərtəbə sayılır. 2 mərtəbə. 3-cü mərtəbədə dostlar 5 dənə yataq otağıdır, 5 dənə. Və ayrıcalıqda da sanitar və sanuzelimiz də var. 3-cü mərtəbədir. Qalxdığımızda burada sağ tərəfdə bir dənə yataq otağı. Bu bizim ikinci yataq otağı. Bu üçüncü yataq otağıdır. Bu dördüncü yataq otağımızdır. Burada bizim 5-ci yataq otağımızdır. Və buradakı sanitar və sanuzelimiz də ayrı-ayrılıqdadır. Keçən indi balkonla sizi tanış edeyim. Eyvanımız. Bu da bizim balkonumuz. Məscid evin yaxınlığındadır dostlar. Göstərə bilərəm. Ətraf yaşayışdır. İndi gedəyin evin, villamızın mansarıyla sizi tanış edeyim. Bəli, dəyərli izləyicilərimiz, bu da villamızın mansarıdır. Gördüğünüz kimi qəşəng geniş mansarımız var. Əlavə olaraq burada da yenə də sanitar və sanuzelimizdir. Dəyərli izləyicilərimiz, villamızın qiyməti 525 min manata deyilir. Paket kupçadır, ipotekaya da yararlıdır. Binə mərkəzdir. Yəni çox gözəl evdir. Keyfiyyətlə tikilmiş villamızdır. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.